bugünkü tarix bir çoxlarının həyatında unudulmaz bir tarixə çevriləcək. 25 iyun tarixi doğma dədə-baba yurdundan didərgin düşmüş, qaçqınlıq həyatı yaşayan insanların nəhayət ki, öz torpağına qovuşduğu, öz yaşantılarını, öz tarixini, öz keçmişini xatırlamaq üçün gözəl bir fürsətə çevriləcək. Bir sözlə doğma Qarabağa, işğaldan azad olunan torpaqlarımıza köç davam etməkdədir və bugünkü köç karvanı hara yollanır? Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salınır. Yəni artıq onlar böyük qaydışa əsasən orada yerləşəcəklər. Xeyirli uğurlu olsun deyirik və buradan da bütün gözəl Qarabağımıza, bütün Azərbaycanımıza, şimalımıza, cənubumuza, şərqimizə, qərbimizə qucaq dolusu sevgilərimizi, ehtiramlarımızı bildiririk və bu xəbərlə də, bu gözəl, xoş xəbərlə də proqramımızı nöqtələyirik. Şanlı zəfər tariximizin daha bir parlaq səhifəsi yazılır bugün dostlar. Yeni açılan günləriniz xeyri açılsın deyirik. Həyatınız hər zaman günəşli, isti və hərarətli olsun. Ətrafınızda olan hadisələrə qarşı münasibətiniz, dostlarla münasibətiniz, yaxınlarla vaxt keçirməyiniz üçün gözəl bir fürsətdir bugünkü gün. Bunu da dəyərləndirməyi hər birinizə arzuyuruq. Mədəniyyət kanalı isə hər zaman sizinlədir. Allah amanında görüşmək ümidi ilə salamat qalın. Sağ olun.